Hansı işçilərin iş saatı azaldıla bilər? Qanun nə deyir? Əmək Məcəlləsinin 94-cü maddəsinə əsasən işçi ilə işə götürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı, yəni natamam iş günü və ya natamam iş həftəsi müəyyən edilə bilər. Natamam iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir. İşçinin hamiləliyi, əlilliyi olarsa, habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə 14 yaşına çatmamış yaxud əlilliyi olan uşağı olan qadınlara ərizələri əsasında işə götürən natamam iş vaxtı müəyyən etməlidir. Bu zaman əmək haqqının ödənilməsi ya işə sərf olunan vaxta uyğun, ya da tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.